Salamlar, kanalımın dəyərli izləyiciləri. Bu dəfəki izahım həzm və ifrazat qalıqları qarışan canlılar haqqındadır. Onu qeyd etmək istəyirəm ki, heyvanlar aləmində həzm və ifrazat məhsulunun qarışmasını bir Malpighi borusu olanlar, bir də kloakası olan canlılarda biz görürük. Onurğasızlardan boğumayaqlar tipinin 2 sinifində, həşəratlar və hörümçəkimlər sinifində biz Malpighi borularının olduğunu bilirik. Boruların bir ucu kordur, bədən boşluğundakı hemolimfada sərbəst üzür. Maddələr mübadiləsinin son məhsullarını, əsasən də sidik turşusunu hemolimfadan sidik turşusu bu boruların divarları vasitəsilə daxilə süzülür. Boruların açıq olan digər ucu isə birbaşa həzm kanalının orta və arxa bağırsaq sərhəddinə təxminən açılır. İfrazat məhsulları bağırsaq boşluğuna töküldüyü üçün buradan gələn həzm olmamış qalıqlarla qarışır. Bu əslində suya qənaət mexanizmidir. Yəni arxa bağırsağın divarında qarışığın tərkibində olan su yenidən bədənə hemolimfaya sorulur. Həm ifrazat, həm də həzm qalıqları yarım quru, yəni bərk kütlə şəkildə anal dəlikdən xaric olur. Bu quru mühitində su itkisinin qarşısını almaq üçündür. Yəni su itkisinin qarşısını minimuma endirir. Deməli, şəkildə mən sizə nə vermişəm? Gəlin baxaq. Boğumayaqlar tipindən həşəratlar sinifinə aid olan çərtkənin şəklini vermişəm. Fikir versəz, burada onun deməli Malpighi borularını qeyd eləmişəm. Malpighi borularının bir ucu kör qurtarır, hemolimfa içərisində sərbəst üzür, digər ucu isə orta və arxa bağırsaq sərhəddinə açılır. Deməli, buradan ifrazat məhsullarını bədən boşluğuna, hemolimfadan götürür, çünki açıq qan damar sistemidir bunlarda, bir dəqiqə bu, və gətirir bağırsağa açır. Deməli, mexanizmə fikir veririk. Malpighi boruları hemolimfadan ifrazat maddələrini yığdığı və bağırsağa ötürdü. Nəticədə ifrazat və nəcis bağırsaqda qarışmış olur. Burada isə nümunə göstərmişəm. Hörümçək qoymuşam, hörümçəkimlərin nümayəndəsi kimi. Bir də həşəratların nümayəndəsi kimi həşərat şəkli qoymuşam. Qalıqların kənarlaşdırılması qeyd elədiyim kimi anal dəlikdən yarı quru birgə kütlə, yəni suya qənaət mexanizmi ilə bunlar xaric olur. Sonra bir də əziz abituriyentlər, onurğalılardan biz kloakası olan canlılarda yenə həzm olmamış qalıqlarla ifrazat məhsullarının qarışdığını görürük. Hansı sinifin nümayəndələridir bunlar? Deməli, suda qurda yaşayanlar, sürünənlər, quşlar və məməlilərdən ilk məməlilərdə. Biz buna rast gəlirik. Bu canlıların kloakası var. Kloaka bağırsağın genişlənmiş hissəsidir, ümumi genişlənmiş bağırsaq hissəsidir. Bura 3 orqan sisteminin axarı açılır. Deməli, bura açılır həzm sistemi, yəni düz bağırsaqdan həzm olmamış qalıqlar açılır kloakaya. Eyni zamanda böyrəklərdə yaranan ifrazat məhsulları sidik axarları vasitəsilə kloakaya açılır. Bir də çoxalma, cinsiyyət sistemi orqanlarında, yəni yumurtalıqlarda və toxumluqlarda yaranan deməli qametlər, yəni yumurta hüceyrə, spermatozoid açılır həmin kloakaya. Deməli, burada bu üç sistemin axarının açıldığını biz gördük. Deməli, baxın, burada görək nə qeyd etmişik sürünənlərdə. Qalıqların qarışması kloakada sidik, nəcis və yumurta və ya sperma bir yerə toplanır və birlikdə çıxır. Quşlarda bu su, yəni intensiv geriyə sorulur kloakadan və onların nəticəsi ağ, rəngli, yarımbərk kütlədir. Bildiyimiz kimi, quşların ifrazat məhsulu sidik turşusu adlanır və onlarda, yəni kloakadan xaric olan ağ rəngli yarımbərk kütlədir və bu da intensiv suyun geri sorulması ilə əlaqədardır. Eyni zamanda ilk məməlilərdə, yəni bir dəliklərdə də biz kloakaya rast gəlirik. Ümumiləşmə aparsaq, heyvanlar aləmində bir boğumayaqlar tipində, bir də xordallar tipində biz ifrazat məhsulları ilə həzm olmamış qalıqların qarışdığını qeyd etdik. Onurğasızların bir tipi, 2 sinifi,
həşəratlar və hörümçəkimlər sinifi. Onurğalılardan isə suda qurda yaşayan sürünən quşlar və məməlilər. Əslində balıqlardan, qığırdaqlı balıqlarda da deməli kloaka olur, diri bala doğanlarda. Lakin orta məktəb səviyyəsində biz onu qeyd etmirik. Balıqların, yəni kloakası yoxdur kimi götürürük. Yəni qığırdaqlı, sümüklü fərqi yoxdur. Bütün balıqları biz kloakasız kimi götürürük. Ümid edirəm ki, izahım anlaşılır oldu. Diqqətiniz üçün təşəkkür edirəm.